Salam, hər vaxtınız xeyir. Proyekt 10-10-a xoş gəlmisiniz. Bu gün sizinlə mən Abbas və Əli olacaq. Bizim proyektin məqsədi belə deyərdim, tək saatlar olmayacaq. Saat ətrafında ümumi olan bütün mövzular olacaq. Saatla bağlılığı olan mövzular da olacaq. Sizə ilk öncə istəyərdim Əlini təqdim edeyim. Əli bizdə daha belə deyərdim, ön cəbhədə olan, ön saflarda olan bir dostumuzdur. Məndən deyərdim daha çox müştəri ilə təmasda olur və müştəriyə bir yerdə birbaşa təmas göstərir və satışın tam belə deyərdim detallarını bilir. Ondan əlavə olaraq Əli bizdə Frederic Constant markasının simasıdır. Frederic Constant markası bildiyiniz kimi özünü doğrultmuş bir Swiss made markadır. Və ondan əlavə olaraq da İsveçrə saatlarının daha detallı, daha dəqiq bilir deyərdim. Yəni bir çox insanlardan. Və bugünkü mövzumuzda, bugünkü buraxılışımızda mən fikirləşirəm ki, Əli bizi çox belə təəccübləndirəcək, bizə məlumatlar verəcək. Həm satış barəsində, həm də Frederic Constant və onun timsalında bütün İsveçrə markaları haqqında. Təşəkkür edirəm Abbas. Xoş gördük. Mən də istəyərdim əsas niyə deyirəm əsas? Çünki bu proyekt sən tərəfdən gəlir. Yəni main əsas Amma tez görüşəcəyik biz. Hə. Abbas dediyi kimi, ya eyni 5-6 ildir saat sektorundayıq. Abbas bizim şirkətin deyərdim, bizim şirkətin, bizim komandanın rəsmi olaraq marketinq şöbəsinin rəhbəridir və üstünlüyü ondadır ki, niyə deyirəm üstünlüyü? Çünki adətən belə olmalıdır ki, komanda nədən bəhrələnir də? Bir kəs hansı sahədə daha öndədirsə, komanda ondan bəhrələnir. Həmişə bu media, trend, dəb barəsində və yaxud nə yenilik olacaq, daha öncədən Abbas görür. Və Abbas olmasa bizim bundan məlumatımız olmayacaq. Ona görə səninlə işləmək xoşdur, belə bizə demək olmasın. İndi belə ümumi sizə bir məlumat verək bizim proyekt 10-10 haqqında. Bəlkə də sizə beyninizdə sual yarana bilər ki, niyə proyekt 10-10? Bunu gələn mövzularda, gələn söhbətlərimizdə, gələn buraxılışlarımızda qeyd eləyərik. Amma ona kimi sizin hər hansısa bir belə deyək də ehtimal elədiyiniz fikirləşir ki, falan söhbətə görə 10-10 qoymusunuz adını falan, onu əlbəttə ki, şərhlərdə qeyd eləsəz, bizim üçün də çox xoş olar onları oxumaq. Çünki bu elədir ki, biz bu proyekti istəyirik ki, bir yerdə böyüyək. Əlbəttə ki, Əli, mən və siz birlikdə biz bu proyekti böyüdək. Bizim əsas məqsədimiz nə idi bu proyekti açmaqda? Azərbaycanda biraz biz fikirləşirik ki, saat sənəti nisbətən biraz axsayır digər ölkələrə nisbətdə. Düz digər ölkələrdən deyəndə nəzərdə tutduğum mənim MDB və ya podsovet ölkələri deyil. Mən müzakirə edirəm Azərbaycanı İsveçrə ilə, olsun Çinin özündən, olsun Dubay ilə. Məsələn, onlarda saat sənətinə töhfələrin verəcək böyük tədbirlər keçirilir, böyük proyektlər olur. Təbii ki, istəyərdik ki, bu sənət Azərbaycanda da çox güclü inkişaf eləsin. Ona görə də elə fikirləşdik ki, belə bir proyekt eləyək. Deyiləsi çox söz var bu haqda. Ona görə bizə sosial medialar kifayət eləmir. Mən bir xırda bir şey. Bizdə o qədər saat tanınmır ki. Saat belə bir status göstəricisidir. Ümumiyyət fərqlilik. Bunu lap aşağı təbəqədən götürsək, deyək ki, lap qapalı şəraitləri deyək. Məsələn, hansısa qapalı şəraitləri deyək. Qədimdə olduğu kimi. Tutaq ki, qara zindanları desək. Onlarda aksesuarla hansısa bir insanın statusu fərqlənirdi. Saat ümumiyyətlə emosiya dağı. Yəni bu bir ehtiyac deyil də. Bu başqa cür bir həmsi fərqlidir. Amma bəzi təbəqələr var ki, orada sən özünü göstərmək üçün hansı səviyyədəsən və yaxud hansı vəzifədəsənsə, onu məsəl üçün böyük siyasətçiləri götürək. Onların geyindikləri kostyum tutaq ki, ağ-qaradır və yaxud belə mavi rəngdə tünd göydür. Onları ayıranda adətən fikir verirsən, çox vaxt deyirlər falan saat taxıb, falan saat taxıb. Onlar çünki ayıranın əsas məqamlarından biridir saat. Bizdə də o tam inkişaf eləməyib, yəni. Çox razıyam səndən. Yəni mən adətən görürəm, məsələn, dövlət qulluqçuları gəlirlər bizdən saat, maraqlanırlar, hədiyyə alırlar və yaxud falan. Yəni qollarındakı gördüyüm qadjet olur. Yəni bildiniz, ondan bilinir ki, biz geridə qalırıq. Ümumiyyətlə saat barədə
saat taxmaq və yaxud bu tərzi tamamlayır, statusu bildirir. Bu haqqda ona görə bu proyekt məncə çox Sən evet söz və qüvvət bir dənə bir şey demək istəyirəm. Bax məsələn bunun tam olaraq yadımda deyil hansı müzakirəmizdə olmuşdu, amma hansısa müzakirəmizdə belə bir dənə söhbət olmuşdu. Öz komanda daxili idi yoxsa hər hansısa bir toplantı idi. Belə bir dənə mövzu var idi ortada. Saat statuslar barəsində sənin dediyin sözə qüvvət. Orada məsələn belə düşünmür. Sən ola bilər ki, sürürsən Ferrari, sürürsən Bentley, sürürsən yəni hər hansısa bir bahalı maşını sürürsən də. Amma sən hər hansısa bir toplantıya gələndə, hər hansısa bir görüşə gələndə, sənin o maşının çöldə dayanır. Amma saat elə bir şeydir ki, sən ola bilər ki, qolundakı saat çöldə dayanan maşından daha bahalı olsun və bu sənin girdiyin ortam olsun, toplantı olsun, görüş olsun, səninlə bir yerdə ora girir və sənin orada öz statusunu, öz ağırlığını göstərir. Amma məsələn maşın məsələsi elə deyil mənim fikrimcə. Amma yəni yenə deyirəm, ola bilər ki də mən səhv fikirləşirəm, amma yəni fikirlərimiz ziddiyyət təşkil edə bilər. Ona görə də nəsə ağlıma bir şey gəlsə kommentlərdə qeyd elə. Bu satışla ümumiyyətlə müştərilərlə bayaq dediyim kimi daha mən sıx əlaqədə olduğuma görə, xüsusən səhifələrə də çox vaxt cavabları özüm verdiyimə görə, yəni bunun birbaşa olaraq şahidi oluram ki, müştəri yazır ki, yəni hələ bizdə bilmirlər. Swiss made nədir? Müştəri yazır ki mənə, bəs sizdə Rolex var? Ən çox aldığım sualım. Rolex var və yaxud əsas indi belə görünür ki, oğlan bəyənib, indi qız ona, xanıma hədiyyə eləmək istəyir. Deyir, bəs sizdə Patek Philippe var, 200 manata qədər. Həqiqətən adam bilmir nə cavab versin. Çox hadik sualdır başa. Adam bilmir nə cavab versin. Həm o pis vəziyyətdə qoymaq istəmir ki, bu fake falan, yəni fake nədir, orijinal nədir, bunlar bilmir. Yəni haşiyə çıxın bir şey deyim sənə. Çox maraqlıdır ki, bəzi adamlar, yəni bu həqiqətən də təcrübədə olan bir şeydir də. Bu məsələn bu hətta mənim başıma gəlib də, saatda yox, başqa bir geyimdə şeycə başıma gəlib. Bir dənə geyim dükanına girmişik. Tələsik nəsə almalıydıq, elə girdik, Nərmov ətrafı bir yer idi. Girdik bir dənə dükana, normal olaraq içəridəki üstündə marka olan belə deyək də geyimlər normal olaraq biz başa düşürdük ki, bu markanın öz dükanı deyil. Çünki bu bir butik də deyil ilk öncə də. Adi standart bir hər yerdəki rastlaşdığımız bir dükandır. Və içəri bir dənə bəy daxil olmuşdu. Biz də belə dayanmışıq da baxırıq belə paltarlarımızı dayan. Nəsə onu bilmirəm, tələsik nəsə alıb, nəsə klassik bir şey, harasa getməli idi zət. Fikir ki, abi də harasa getməyə elə buradan alacaq. İçəri bir dənə bəy yaxınlaşıb. Bəy baxdı, ona baxdı, buna baxdı zaten bir an. İçəridə indi adını çəkmək istəmirəm hansı markalardır. Elə bir markalar ki, çox lüks. Dünya brendlərinin adı var da. Kopyalardır və belə yeşil-yeşil loqolar falan. Yəni baxanda oradan o produkt, o məhsul sənə qışqırır ki, mən orijinal deyiləm də. Şey qayıtdı, soruşdu belə ki, həmin bəy soruşdu ki, bunlar hamısı orijinaldır da, şeydən soruşdu, satıcıdan soruşdu, belə təsdiq verici soruşdu. Təsdiq verici soruşdu. Satıcı belə biraz şeyə düşdü də, təkərə düşdü belə ki, nə cavab verim də, mən də başa düşdü. İlk öncə belə bizə baxdı, biz buna baxdıqsa, belə baxdıq bir-birimizə ki, bu nə situasiyadır da. Bir dəqiqə fikirləşdi, söndü belə şey elədi, həmin bəyə. Ha, orijinaldır. İndi bunu deyib sən də belə qalmışıq belə ki, heç nə də tamaşa üstünə də nə lazım biz götürdük, çıxdıq ki. Yəni bu belə situasiya olur. İndi bu saatda məsələn necədir? Adam məsələn istəyir 2000-ə, istəyir ki 2000-ə Patek Philippe. Nə bilim, 1500-ə Patek Philippe. Və onu satanlar da var. Var, çoxdur da, həddindən artıq çoxdur. Yəqin onlar da deyir ki, bu orijinaldır, bəli, kitabçalar falan. Çünki həqiqətən də olur. Kitabçaları olur, korobkası olur. Hətta bizdən gözəldir. Yəni bizim hətta orijinal məhsuldan daha yaxşı onu qablaşdırma eləyirlər. Çünki satmalıdır. Və böyük ehtimaldır deyirlər ki, bunlar orijinaldır, amma deməyə də bilər. Birinci, bunu deməkləri məncə qanunvericilik baxımından da düzgün deyil və aidiyyatı qurumlar da bununla məşğul məncə olurlar. Daha da ciddi yanaşsalar buna daha yaxşı olar. Çünki əgər o həmin məhsulu satan bir adam deyirsə ki, bu orijinal məhsuldur, amma əvəzinə ona hər hansısa bir kopya məhsul satırsa, bu birbaşa, yəni dolandırıcılığa belə deyək də, ona gedir məncə. Bəlkə gələn buraxılışın mövzusu məncə bu fake orijinal eləyər. Amma bu bizim bu buraxılışın mövzusunu əslində sən elan eləmirsən. Bizim bu buraxılışın mövzusu qalıb bir kənarda biz bayaqdan danışırıq. Bizim bu buraxılışımızın belə deyərdim, mövzusu çox fikirləşdiyi hansı mövzudur. Bayaqdan da fikirləşsən. Girişdir, adam saat ümumiyyətlə adam fikirləşə bilər də, saat hər hansısa bir kiçik aksesuardır deyə bilərsiniz buna, geyim tamamlayıcısı deyə bilərsiniz. Çox əslində geniş mövzudur. Və əlbəttə ki, məncə 50 də mənlə razılaşar ki, bu
belə deyək də bu Müəyyən sərhəddi də yoxdur. Müəyyən sərhəd də yoxdur. yoxdur. Bu işlə məşğul olmayan adam bunun belə bu dərəcə əgər təbii ki də bir saat sevər, bir saat kolleksioner deyilsə, istəyirsən ki, biraz dərinə gedim, dayanım, biraz dərinə gedim. Baxırsan ki, dərinə düşürsən, ona görə mövzu seçmək bizim üçün çox çətin idi, həddindən artıq çətin idi. Və biz elə bir mövzu eləməli idik ki, bu mövzu həm bizə uyğun gəlsin, həm sizə uyğun gəlsin. Çünki inanıram ki, bu videoya baxan adamların bir çoxu saata marağı olan və ya belə deyərdim, özünə məsələn saat seçim eləmək istəyir, amma fikirləşir ki, internetdən alım, yoxsa buradan gedim, hardansa alım, oradan alım, buradan. Məncə bizim bu buraxılışlarımıza baxsa, saat seçim eləmək onun üçün daha da rahat olacaq. Və uzun sözün qısası, mövzu olaraq biz fikirləşdik Yaponiya və İsveçrə. Bunda niyə fikirləşdik? Çünki saat deyəndə ilk ağla gələn sözsüz ki, İsveçrədir və ikinci yeri tutan da Yaponiyadır mənim fikrimcə. Biz də öz aramızda fikirləşdik ki, necə eləyək, nə cür eləyək. Fikirləşdik Yaponiya və İsveçrənin saat sənətinə qatdığı belə deyərdim hisslər və ya Yaponiya yoxsa İsveçrə saatları bu haqqında bir müzakirə eləyək. Verilişdən, buraxılışdan qabaq bir şükatma elədik. Mənə düşdü Yaponiya saatları, Əliyə düşdü İsveçrə saatları. Əslində biraz qanuna uyğun oldu, çünki bayaq lap əvvəl dediyim kimi Əlinin yetəri qədər, hətta deyərdim məndən də çox İsveçrə saatları haqqında detallı məlumata sahibdir və onları sizlə bölüşəcəyik bu buraxılışda. Amma mən deyərdim sən məndən daha çox görmüsən. Çünki sən ölkə xaricinə çıxıb, Abbas ölkə xaricinə çıxıb markaların təsisçiləri ilə, markaların Avropada olan nümayəndələri ilə görüşür, markaların distributor olan toplantılarla görüşür. Nə dəyişikliklər olacaq, hansı qiymətlər necə olacaq, hansı materiallar istifadə olunacaq, onların hamısını Abbas bilib gəlir. Yəni Abbas daha çox o ötürür mən o çox da şeylər. Bir də təvəzzükardır Abbas ona görə. Bu arada bura harasa bir yerə biz Instagram səhifələrimizin adlarını qeyd edərik. Buralarda hardasa bir yerdə olar. Hamısı. Sosial mediadan bilmirəm, bizi izləyənlər də var yəqin ki, bu hal-hazırda videonu izləyənlərdən də. Sosial mediada məsələn biz indiyə kimi getdiyimiz tədbirlər olsun, toplantılar olsun, distributor toplantıları olsun ki, onları daha çox sosial mediada paylaşırdıq indiyə kimi, amma əlbəttə ki, hal-hazırda çalışırıq ki, YouTube platforması üzərindən də bu toplantıları sizə çatdıraq. Çünki tələbat var. Həm tələbat var, həm də Instagram bizi biraz belə deyərdim də incidir biraz, xətrimizə bizi, çünki orada uzun paylaşa bilmirik. Sözü uzatmadan istəyirəm biraz mövzuya işləyək. Bir də bu mövzu məsələsində biz çox çətinlik çəkirik mövzu tapmaqda və bizim bu çətinlikləri çəkməyimizin səbəbi, ümumiyyətlə bu proyektə eləməyimizin səbəbi cəmiyyətdə saat sənətini formalaşmalıdır. Və çox istəyərdik ki, siz də bu mövzuda bizə kömək olasınız. Hətta Yaponiya demişkən sizə Casio markasının G-Shock kolleksiyasından olan bir burada kiçik hədiyyəmiz var. Belə bir saat stendi var. Hansı ki bunu demək olar ki, bütün xarici ölkədəki distributorlarla təqdim olunmur bu. Mən sizə göstərim, indi saatda taxacam bunun içinə. Bu nə üçündür? Bunu siz rahatçılıqla iş ortamında stolunuzun üstünə qoya bilərsiniz və ya çarpayının yanına qoya bilərsiniz. Saatınızı səliqəli formada yerləşdirmək üçün. Məsələn, qoydunuz bu formada saatınızı yerləşdirdiniz. İndi məsələ nədir? Məsələ odur ki, bu limitlidir həm də. Bu limitlidir, həm də limitli saydadır. Azərbaycanda toplamda 5 ədəddir bu standdan və bunun bir dənəsi biz istəyirik ki, hədiyyə verək sizlərdən birinə. Sadəcə eləməli olduğunuz şey nədir? Bizə maraqlı saat haqqında debat mövzuları yazırsınız şərhlərdə. Bunlardan ən maraqlısı, belə deyərdim, ən maraqlısı ola bilər ki, ad olaraq ya mövzu olaraq yaxşı olmasın, amma çox maraqlı olsa biz onu da qalib seçə bilərik. Bizim üçün əsas odur ki, maraqlı olsun. Və elə bir mövzu həm sizə, həm digər izləyicilərə, həm də bizə maraqlı olsun. Ən maraqlı mövzunu tapan şəxsə biz gördüyünüz saat stendini hədiyyə göndərəcəyik. Ya göndərəcəyik, ya da istəsə İsveçrə. Bu indi Abbas Yaponiya aid detal gətirib, amma İsveçrə bildiyin ki, baha olduğu kimi mən də İsveçrədən salamlar var. Amma İsveçrəyə salam da apara bilərik. İndi qabaqda tədbirlərimiz olsa biz yenə də tədbirlərlə bağlı yaxınlaşacağıq. Sərgi olacaq. Sərgi olacaq. Sərgi olacaq. Qabağımızdakı sərgi deməli aprel ayında olacaq İsveçrədə, amma Almaniyada Inargent sərgisi var. Inargent sərgisi deyərdim ki,
böyük bir sərgidir. Əvvəllər Bazil var idi. İndi tam dəqiq məlumatım yoxdur bu haqqda. Səhv eləmirəmsə Bazil sərgisi əvvəlki qədər ya olmur, ya ümumiyyətlə olmur. Böyük ehtimal ki, ümumiyyətlə yoxdur Bazil, yəni keçirilməyəcək bundan sonra. Ona görə demək olar ki, ən böyük və belə deyək, çeşidli markaların olduğu böyük tədbir Inagentadır və biz də Meridian şirkətinin komandası olaraq gedib orada iştirak eləyəcəyik və oradan əlbəttə ki, sizə həm yeni məlumatlar, yeniliklər gətirəcəyik və Didibəyək əlinin dediyi kimi biz orada elə məlumatlar öyrənirik ki, o məlumatı internetdə yayımlanmır. Yayımlanmamışdan qabaq bizdə olur o məlumat və biz əgər bizə orada deyiblərsə ki, bunu paylaşmayın, o ayrı məsələ. Amma hansısa məlumatlar var ki, məsələn, hansı saat rəngləri daha trend olacaq, hansı mexanizmlər trend olacaq, onları falan əlbəttə ki, həm sosial media səhifələrimizdə, həm də YouTube kanalımızdan maraqlana bilər. Sonra belə bir şey olur ki, biz bilirik axı məsəl üçün hansı brendin deyək ki, qiymətləri qalxacaq. Mən bu arada bu saatı deyəsən, sən söhbətə mən saat dərsində tapmışam deyəsən bura. Sonra biz Abbas o məlumatı gətirəndə mən artıq biz müştərilərə deyirik. Məsəl üçün bu il filan markanın məsəl üçün qiymətləri 30% və yaxud da 50% qalxacaq. İndi qiymətlər yaxşıdır. Amma xəbər olmayanda deyirlər ki, birdən-birə qalxdı. Amma biz bunu 7 ay qabaq bilirdik. Adicə Frederik Konstantı ilə belə bir şey olmuşdu. Neçə 2 ay bundan qabaq idi də. Türkiyədə bir toplantı oldu. Bu qapalı distributor toplantısı. Düzdür, Instagramda paylaşmışıq bu haqqda. Elə YouTube-un özündə də olmalıdır, shortlar hissəsində. Orada məsəl üçün bizə orada dedilər və izah verdilər. Yəni prosta demədilər də ki, qiymətini qaldırmışıq. Qiymət qalxmağının səbəbini bizə izah elədilər. Gələn Frederik Konstantın Brand Development şöbəsində olan belə deyək də dostlarımız. Və o məlumatı da biz ötürdük Əliyə və Əli müştərilərin qabaqcadan dedi ki, yəni məsələn, bir dənə oradan bir misal gətirsən, hansısa saat. Orada məsələn World Time saat var idi. Manufaktur kalibrlə. Onlar bizdə artıq 6800 manat idi. Artıq biz yeni sifarişi vermək istəyəndə sifariş qiymətlərində baxdıq, 10500-ü keçirdi. Yəni böyük bir artım. Amma bu artım da halbuki yəni bir ay qabaq var idi o saat. Sonuncusu da satıldı 6839 manata belə yadındadır. Amma qızıl rəngi qaldı. Artımların da səbəbləri var əlbəttə ki. Çünki həm frank oynayan bir valyutadır. Oynayan deməyim də sırf qalxan bir valyutadır. Mən frankın hələ mənə aşağı düşməyini çox belə gec-gec görmüşəm. Əsasən qalxır. Ondan əlavə də detal hissəsi, bunun servis xərcləri, bütün bu detallara həm bu verilişimizdə, həm də gələcək buraxılışlarda şey eləyəcəyik. Görsən İsveçrə söhbət ancaq İsveçrədən gedir. Mən onunla razıyam ki, İsveçrə falan. Çünki belə deyək də, bunun qabaqcadan deyək izləyicilərimizə ki, səhv boya düşməsinlər də. Mən İsveçrə saat dünyasının düşməni deyiləm. Mən də Yaponların düşməni deyiləm. Yəni əksinə hörmət, mühəndisliklərinə hörmətim var. Mənim də İsveçrə, hətta İsveçrə saat. Mən məsəl üçün hal-hazırda şey eləməyə fikirləşirəm. Özümə bir dənə, mən məsəl üçün kolleksiyamda Swiss Made saat. Mən elədir ki, o Swiss Made-ə biraz ehtiyatla yanaşıram. Ona görə tam belə hansı manufaktur ola bilər, yoxsa belə bir olsun. İstəməsə belə bir model götürüm özümə. Fikirləşirəm bunun üstündə ki, düzgün seçim edeyim. Çünki orada bəzi nüanslar var ki, düzgün seçim eləmək lazımdır da. İndi o seçim eləməyi də biz sizə bəzi yollar verəcəyik, daha rahat seçim eləyəsiniz. Ən azından bu videoya baxandan sonra mən belə deyirəm ki, hansısa bir butikə girib rahatlıqla saat ala bilərsiniz və saatı alanda da həmin butikdən siz tələb eləyə bilərsiniz də ki, o necədir, bu necədir falan filan. Çünki gəlib kör-köranə hansısa bir saat dükanına alım, hər bir dənə saat alım, taxım qoluma, mən orada şey eləsinlər, bir dənə Rolex-i yerləsinlər. Nərimanodakı dükan kimi. Nərimanodakı dükan kimi deməsinlər ki, belə bir dənə vaxt deməsinlər ki, orijinaldır, söhbəti olmayacaq yəni bu buraxılışdan sonra.